Salam aleyküm dostlar, nəyəşiniz, keyfiniz, əhvalınız, hamınız yaxşılarsınız. Deməli, olsa bugün sizinlə ilk kanalımda ilk bir video fikridir. Aslında bu ilk video fikridir. Mən keçən kanalımda, yəni başqa kanalımda, yəni onun adı Ayxanın Quş Evrisi idi. O kanal artıq işlətmirəm. 800 neçə kanalım? 850 abunədə qalıb. Digər telefonumda qalıb. Telefonumda olub, xarab olub, qalıb orada. Neyse, bu da yeni kanalımdır. Neyse dostlar, bugün sizinle kanal inceleme videosundan karşınızdayım. İsterseniz sizin de kanalınızı inceleyə bilərəm. İsterseniz əgər kim istəyirsə kanal incelemək, bu videonun altına yorum yazsın ki, mənim də kanalımı incele ya da mənim kanalımı yazsın ki, mənim də kanalımı incele, mən girim onun kanalını inceleyim. Getdik dostlar. Adımın qəribə bir adı var. Adı Qırıbı altdan xət fan. Aşağıdakı yazı da var. Qırıbı altdan xət fan 3v2g. Tamam. Deməli dostlar, bu short kanaldır. Yəni short kanal kimi video paylaşır. Popüler videosuna baxın nə qədər baş gəlib. 694. Minimal yaxşıdır. Ən köhnə videosu. Bir dəqiqə olsa kodunu alaq. Aha. Girək, baxaq neçənci ildə çəkilib. 2026-cı ildə 1 fevralında başlayıb çəkməyə. Neçənci ildə açılıb kanal? Neçənci ildə? Hə. Tamam, 1 fevralda açılıb. Deməli, hardasa 15 gün kanaldır. 1639 baxışlar var. Yəni 15 gün kanala yaxşıdır 1639 baxış. Yazısı da var, yazıb hədəf 1000 abunə. Hayır, 1000 yox, 100 abunə. İnşallah olarsan qaqam. Problem yoxdur, ola bilərsən. 51 abunədir. Əslində neçə abunə idi bu? 51-dən 5 çıxan nə qədər edir? Bir dəqiqə dostlar. 46 idi deyəsən. 46, 47 idi deyəsən, bilmirəm. Neyse, mən də 5 abunə hədiyyə verdim. Kanalı daha çox irəli getsin deyə. Futbol haqqında videolar paylaşır. Azərbaycan futboludur. Nə bilim, bunu tanımıram. Nədir bu? Hər onun primə vaxtı olur. Bəs sənin primə vaxtın neçənci illi idi? Mən 2021. Bence neçənci ildə olub deyim dostlar. Ha, itinə bax. Aha. Bunu görürsən öz itibli. Maraqlı iti var. Ben de böyle bir it istirəm dostlar. Çoban iti olmasın. Bir də xırda bir it istirəm. Prosta tapmaq olmur. Burası olsa çoban itidir. Hə dostlar. Belə. Videosuna beğen atmışam. Bir videosuna beğen atmışam. Yorumlarını yazmışam. Görürsünüz. Neyse. Bir iki de yorum yazmışam. Ne yazıb bu mənim yorumlarına? Sən qaba hesabı abunə olmuşsan. Yazıq. Hə. Qaqam. Biliyorsan. Video. Hə dostlar, belə. Abunə olmuşum dostlar, ona inanmışsınızsa bax. Abunə olunub yazılıb da. Hə dostlar, fotoğrafına baxaq. Futbolçuların servis şəklidir. Tamam, mən başım çıxmıram belə şeylərdən. Ardından Qarabağ futboluna baxıram, bu qədər. Nə qədər videosu baxaq? Nə qədər var? 1, 2, 3, 6, 9, 10, 12, 11. 11 də videosu var dostlar. Səhv eləmirəmsə 11-də. 8, 9, 10, 11. Hə, 11-də dostlar. 11-də video 76, 58, 60. Normaldır. Baxış yaxşıdır. Yaxşıdır, normaldır. Yəni qardaşa tövsiyə verim ki, nə kimi videolar çəkə bilər. Futbol haqqında çəkirsansə, onda böyük video atmağı tövsiyə edirəm. Prosta sən biraz burada xəta elədin.
1 fevralda açılıb kanal, 1 fevralda naxada paylaşılıb video. Hatırlamazsam bunu 2 fevralda paylaşmaya yardım ki, YouTube səni yaxşı görüb təsvir edə bilər də, yəni bu söz dostlar, nətər. Yəni çox araşdırsınız, bu YouTube haqqında bilgilər var, axtara bilərsiniz. Sonra dostlar, nə qalmalısınız? YouTube Studio'dan girib, oradan bir iki ayarlar var, oradan da ayarınızı yapırsınız. İstəsiniz dostlar, o videonu sizə göstərə bilərəm. Belə. Sonra, baxaq. Maraqlı bir kanaldır. Kanal yaxşıdır, yəni futbol haqqında eləyib. Bursa bir də bunu paylaşmaqdan bütün kanalın düzəni pozulub, yəni. Hamısı futbol haqqında gedib, axırda bir itisi olub ortaya, biraz şey olubdu, amma 104 baxış gəlib, qəşəng. Hər nəsə dostlar, bu kanala neçə puan verirəm? Onda 9 yarım verirəm. Çünki balaca kanaldır, böyüyəcək bir kanaldır. İnşallah böyüyər. Davamlı olaraq video açacağam, davamlı olaraq post paylaş ki, mən bugün nə etdim, məsələn üçün, mən bugün saat neçədə canlı açacağam, məsələn. Canlı açmaq olsa, qaqam, 100 abunədən sonra canlı aça bilərsən. 50 abunə yazılıb, amma 100 abunədən sonra açarsın canlını. Sonra, nə dedim mən? Ay zibi, nə dedim mən? Hə, böyük video paylaş, amma çalış ki, özünü görsənmə, sonra özünü göstərərsən. Canlıda qətiyyən özünü görsənmə, balacaqsansa vahşi olmaz. Belə. Özünü göstərmə tövsiyə eləmirəm, amma böyük videolarda özünü göstərə bilərsən. Məsələn, vlog tarzda bir videolar gələ bilər. Məsələn, sən harada yaşayırsansa, orada futbol yerləri varsa, gedib burada göstərə bilərsən. Vlog tarzda bir videolar gələ bilər. Maraqlı bir kanal eləmək olar buranı. Hə. İstəyirsənsə, daha bir çox təvsiyə yazarsan videonun altından ki, salam yaz və yaxud da başqa bir şey yaz, ürəkdən yətdən at, mən sənə təvsiyələrimi verim. Belə dostlar, inşallah video bəyənərsiniz. Bu kanalda abunə olmaq olarsınız. 100 abunə eləyək, unutmasam onu. Nə deyək bu kanala? Hə, onda 9 yarım verim. Yarım puanı haradan kəsmişəm, deyim də sizə. Altda yazılıb, baxın. Bu altda yazılıb, bax. Qırıbı fan çıxma bu 2 orada düzəni pozulub. Düzən pozulub orada. Çünki eyni ad qoymalıdır. V2 eləməlidir. Çünki orada biz düzən pozulub dostlar. Yəni başa düşürəm istəyirəm. Hə belə. Başqa nə, yəni futbol kanalıdır. Futbol kanalı olaraq davam elə, başqa kanala keçmə və yaxud da kanalının xoşuna gəlmədiyi videonu silmə. Dostum, videonu silmə. Video silmə, amma gizlədə bilərsən videonu. Belə. Sağ olun, salamat qalın dostlar. Bu kanalda qəşəng kanalıdır. İstəyirsiniz belə videoların altına yorum yazın ki, mənim də kanalımı izləyəm və abunə olun kanalıma, mən də sizin kanalınızı incəliyim. Sağ olun, salamat qalın. Görüşənədək.